Bu sualda gördüğünüz kimi 57 kvadrat plus 95 kvadratı verilib. 57 kvadratını kim yaza bilərik? 19'un kvadratı vurulsun 3'ün kvadratı. Üzərə gələk. 19'un kvadratı vurulsun 5'in kvadratı. Yəni 19 vurulsun 5 95 deyil. 19 vurulsun 357 deyil. Belə formada ayırırıq. Sonra orta vuruları kənara çıxardırıq. 19'un kvadratı çıxır qırağa. 3'ün kvadratı plus 5'in kvadratı. Yəni ikisində də 19'un kvadratı olduğuna görə ikisini çıxartdıq qırağa. 19'un kvadratı qalır olduğu kimi 3'ün kvadratı 9, 5'in kvadratı da 25. 9 plus 25 vurulsun 19'un kvadratı. Bizdən nəyi soruşur? Deyir, neçə sadə vurğu olduğunu tapın. 19'un kvadratı vurulsun 9 25 34 34. Bunu da parçalayırıq. Nəyə? 19'un kvadratı vurulsun 2 vurulsun 17. Yəni 19'un kvadratı nə deməkdir? 19 vurulsun 19 vurulsun 2 vurulsun 17. Neçə sadə vurğu olurdu? 1, 2, 3, 4 dənə. Deməli bu ədədin 4 dənə sadə vurğu olur.